Şaxta baba, təşəkkür edirik, var olasınız. Xatırladaq ki, Şaxta baba 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazisidir, veteranıdır. Təşəkkür edirik. Ən ağır yaralanan qazilərimizdən biridir. Bu günləri artıq bugün 6 gün, bir həftədir demək olar ki, biz gedirik, ailələri sevindiririk, gəlirik, hal-hazırda kəndlərimizin birindəyik. Buyur Şaxta baba, sən də öz ürək sözləri de. Bəli. Müseyib qardaşımız, təbrik edirəm səni də yeni münasibəti ilə. Bəli, təşəkkür edirəm Müseyib qardaşımıza ki, bəli, sürücülüyümüzü eləyib, var olasınız. Bu layihədə bizə dəstək olan bütün dostlarımıza təşəkkür edirik. Təşəkkür edirik. Nə xoş bizə ki, biz bu balaları, bu anaları az da olsa demirik, bütün dərdləri, kədərləri çatdırırıq. Az da olsa üzlərini güldürə bildiksə nə xoş bizə, nə xoş dostlarımıza, nə xoş bizə. Sağ olun. Biz bu layihəni illərdir davam edirik. Amma bu dəfə şəhidlərin şahidləri ilə bu yola çıxdıq. Və bunlarla birlikdə Heybə qızım, artıq neçə illərdir qızım, biz birlikdəyik. Və bu il şəhidlərin şahidləri olan qazilərimizlə bu yola çıxdıq. Şəhid övladlarını, qazi övladlarını, astronomlu ailələri, autizm xəstələrini sevindirdik. Ən azından böyüklər belə Şaxta baba görəndə üzlərində təbəssüm oldu. Əgər onların üzlərində az da olsa təbəssüm yarada bildiksə, bugün torpaq altında yatan xəzinələrimizin övladlarını sevindirə bildiksə, əlindən tutub gəzdirə bilməyən qazilərimizin balalarını sevindirə bildiksə, nə xoş halimizə, Kalyaskada olan o xəstə uşaqların üzünü güldürdüksə, nə xoş halimizə. Allah tutduğumuz yolda heç birimizi azdırmasın inşallah. Amin, amin, amin. Təşəkkür edirik bütün dostlarımıza, təşəkkür edirəm, var olasınız, bizə dəstək olan bütün sponsorlarımıza. Təşəkkür edirəm, xeyriyyətçi qardaşlarımıza təşəkkür edirəm, var olun ki, bizim inanılmaz var olun ki, çox sağ olun. Bilənlər bilir, bilməyənlər üçün də qısa xatırlatma eləyək ki, yəni hal-hazırda elə bir vaxtda, elə bir zamanəyə gəlmişik ki, yalandan şəhid ailələrin özlərinə bir maska kimi tutub istifadə edən, yəni oğlanlar var ki, işiciklər var ki, o gedir müəyyən bir sahibkarlara yaxınlaşır, hədiyyələr alır, pullar alır, sonra gedir digər mağazalarda satırırlar, bəli, və pulunu alırlar. Biz isə hər kəs bizə güvəndi, sağ olsun. Bizim çox gözəl sahibkarlarımız və elə məmurlar var ki, bəzi məmurlar, elə sahibkarlar var idi ki, sözümüzü eşitmədilər. Eyb yox, Allah onların da ürəyinə görə versin. Və bizə dəstək olan dəyərli qardaşlarımız, dəyərli dostlarımız və illərdir ki, bizimlə birlikdə addımlayan xeyriyyətçilərimiz. Nə yaxşı ki, varımızsınız. Handoğlu şirkətinə təşəkkürümüzü bildiririk. 50 hədiyyə bizi üçün göndərdi. Sağ ol. Neptun şirkətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Şəxsən Turab bəyə təşəkkürümüzü bildiririk. Ayşıq Story, Bəli. Məmməd müəllim. iStore-un direktoru Məmməd müəllim. Sizə təşəkkürümüzü bildiririk. Anar bəy, Ayşığı Anar bəy. Düzdür, bugün bu layihədə bizi ilə biri olmadı, amma bütün bu günə qədər, yəni keçənki layihələrimizdə, keçən dəfəki ta ki bizim kasıb ailələrimizə bir kəlməmizə, o ailələrimizə ərzaq yardımı göndərir. Təşəkkürümüzü bildiririk. Bizi ilə bərabər çalışan, adlarını heç vaxt o siyahıda istəmir ki, adları o siyahıda çəkilsin. Bax, o qardaşlarımıza, bacılarımıza təşəkkürümüzü bildiririk. Bəli, bu son çıxışımızı da ondan ötürü eləyirik ki, yəni hər bir şey şəffaflıq nəticəsində istəyirik ki, bizi izləyənlər görsün. Biz nəyinsə reklam xatirinə eləmirik. Şükür Allaha 2015-ci ildən missiyamızı biz davam elətdiririk. Yəni reklam o vaxtları heç kim, hamı kameradan qaçanda, yəni biz o kamera önünə keçmişik. Yəni dostlarımızla, qardaşlarımızla, o oğlanlarla çiyin-çiyinə bu yollarda addımlamışıq. Bizimlə birgə addımlayan bütün dostlarımıza təşəkkürümüzü bildiririk. Bax, bu alqışlar da sizlərə. Ele tutuysa, birlik olsa, uzansak sonsuza. Şu dünyadaki en olgun kişi acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en
üstün kişi insanı sevendir.